Yəni bir adamla döyüşə bilməzsə ondan döyüşür. Bəlkə də bu biznesi qura bilməyəcək, amma yenə də girir. Ancaq riskdir. Desən ki, o xatanın həyatı nədir? Risk etmək, belə deyərəm. Çox şahid olmuşam. Mənfi tərəfləri nədir? Hər şeyi bildiyini iddia etmək. Başqalarının fikirlərinə qarşı aqressiv doğruçuluq nümayiş etdirmək və çətinliklərdən qaçmaq. Çətinlik gördüyü anda qaça bilirlər. Orası da var. Müsbət tərəfləri təbii ki, artıq bilikləri yığmır, onları yaşayır. Həyatı bir məktəb kimi görür. Heç kimi mühakimə etmir, çünki bilir ki, hər kəsin öz həqiqət yolu var. Bu yüksəlsə belə olacaq da. Yəni seansdan sonra bu növə keçirlər. O ümid parlayan və ilham verən bir ruh olur. Onun üçün rahat olmaq üçün, mənəvi yüksəliş üçün nə etməlidir? Fəlsəfi və ruhsal səyahətlər. Sadəcə turizm deyil. Yəni ziyarətgahlar, qədim məkanlar, enerji portalı yuxarı olan mədəniyyətlər onların daxili pəncərəsini açır. Bir oxatan səyahət etdikcə frekansı artır, böyüyür.